götürə bilərik. Hansını işləyək bir də? Civə NO3-ü yoxlayaq. Bəli. Civə NO3-ün suda məhlulunun elektrolizi. De görək. Civədən özü çıxır. Aha. NO3-dən də oksigen çıxır. Aha. Üstə gəlinsin H2 olurdu. Bax, burada H2O-dan OH getdi, H qaldı, elə? Civə NO3-dən də civə gedib NO3 qalıb. Bu H-la NO3 ilə birləşəndə nə verəcək sənə? Hə, H-NO3. Yəni mühitimiz nə olacaq? Turş. Turş. Bax, bunların hamısı elektrolizdir. Yaxşı, çünki mühit söhbətini indi hidrolizi keçəndə deyəcək Tahir. Yəni elektrolizi yadından çıxarmazsan ki? Xeyr. Aha. Sualların var elektrolizdən? Mən başa düşdüm. Aha, все. İçində dəqiq başa düşdün ikinci sual məsələni? Bəli. Aha.